Təsəvvür edin ki, əlinizdə sadə 1.5 voltluq adi bir batareya var. Hə, o hər gün istifadə etdiyimiz balaca batareyalardan. Düzdür. İndi isə düşünün ki, bu batareya parçalanır, yəni milyardlarla görünməz hissəciyə bölünür və ən qəribəsi hər bir hissəcik elə həmin o 1.5 volt gərginliyi özündə daşıyır. Özdə bilirsən, bu uzaqda olan bir şey deyil, birbaşa bizim içimizdə baş verir. Bəli. Bugünkü bu dərin təhlilimizdə məhz bu sənədli film materiallarını incələyirik. Missiyamız aydındır. Plastiğin sadəcə okeanları çirkləndirən passiv zibil olmadığını, hüceyrələrimizi və biosferi məhv edən fiziki bir qatil olduğunu anlamaq. Çox vaxt hamımız plastiğin zərərini onun o kimyəvi tərkibində axtarırıq. Amma təhlil etdiyimiz materiallar göstərir ki, əsl təhlükə kimyada deyil. Bəs nədədir? Fizikada. Tamamilə elədir, fizikadadır. Saç telinən minlərlə dəfə kiçik olan bu nanoplastiklər fizika dilində, belə deyək, elektret kimi davranırlar. Elektret nədir tam olaraq? Yəni onlar elektrostatik yük toplayırlar və bu yükü uzun müddət özlərində saxlaya bilirlər. Ən qorxulusu da odur ki, qanımızda hərəkət edərkən sürtünmə yolu ilə yükünü təkrar yeniləyirlər. Bir dəqiqə dayan. Burada bir məntiqsizliyi var axı. Necə yəni? Statik elektrik necə qan damarları kimi yaş, maye ilə dolu bir mühitdə qala bilər. Biz axı bilirik ki, su statik yükü zərərsizləşdirir. Normalda bəli, haqlısan. Amma məsələ burasındadır ki, nanoplastiklərin səthi suyu itələyir. Yəni onlar hidrofobdur. Aydındır. Deməli, qan axını onlara mane ola bilmir. Elədir. Damar divarlarına və digər hüceyrələrə sürtündükcə onların səthində daimi bir mikroelektrik sahəsi yaranır. Bu yük onları hüceyrələrə maqnit kimi yapışdırır. Yəni, bax bu uşaqlıqda şarı saçımıza sürtüb divara yapışdırmağımıza bənzəyir. Sadəcə divar əvəzinə bizim daxili orqanlarımızdır. Çox dəqiq bənzətmədir və bu yapışma xüsusiyyəti onlara ən qorunulan bioloji sədləri belə asanlıqla aşmağa imkan verir. Məsələn, qan-beyin baryerini deyirsən? Ay sağ ol. Mənbələr açıq şəkildə göstərir ki, elektrostatik yük sayəsində nəfəslə aldığınız və ya udduğunuz plastik cəmi 2 saat ərzində birbaşa beyninizə çatır. Cəmi 2 saat. Dəhşətdir. Bəs beyinə, hüceyrəyə çatanda nə edir? Orada birbaşa mitoxondrilərə hədəf alırlar. Bilirsən də, mitoxondri hüceyrənin əsas enerji mərkəzidir. Hə, təbii ki. Bədənin, necə deyərlər, elektrik stansiyası. Düzdür. Bu yüklü hissəciklər onun içinə sızdıqda həyat üçün vacib olan ATP enerjisinin istehsalını birbaşa dayandırır. Yəni bu, bədənimizin əsas elektrik stansiyasına xaricdən bir naqil atıb qısa qapanma yaratmağa oxşayır. Sistem tamamilə enerjisiz qalır. Tam olaraq elədim. Xroniki iltihab, xərçəng hüceyrələrinin oyanması və sağlam görünən gənclərdəki o qəfil ölüm sindromları riskinin artması məhz bundan bağlıdır. Yaxşı, əgər bu kiçik hissəciklər daxilimizdəki mikroskopik sistemi belə asanlıqla qısa qapanmaya məruz qoyursa, bəs makro səviyyədə, yəni biosferin özündə nə baş verir? Biosfer də eyni şəkildə elektrik siqnallarına əsaslanır. Təbiətin universal dili elə elektrikdir. Necə yəni? Hansısa canlılar elektrikdən birbaşa istifadə edir? Əlbəttə. Məsələn, arılar, onlar nektar axtararkən sadəcə çiçəyin rənginə baxmırlar, onun ətrafındakı zəif elektrik sahəsini oxuyurlar. Doğrudan. Bunu heç təsəvvür etməzdim. Hə, hətta quşlar da köç edərkən yerin maqnit sahəsi ilə naviqasiya edirlər. İndi təsəvvür edin ki, atmosferdə trilyonlarla elektrostatik yüklü nanoplastik hissəcik uçuşur. Aha, yəni onlar bu təbii radarları sadəcə kör edirlər. Ay sağ ol. Canlılar yönlərini itirir, arılar yuvalarını tapa bilmir. Nəticədə isə ekosistemdə kütləvi qırılmalar baş verir. Bizdə həmişə plastikin dəniz canlılarını boğaraq öldürdüyünü düşünürdük. Amma sən demə, o havada uçan arıların daxili GPS-ni pozurmuş. Təhlükənin miqyası düşündüyümüzdən qat-qat böyükdür. Bəs onda bu hissəciklərdən necə qurtuluruq? Yandırmaq ya da filtrələmək işə yaramır. Xeyr, əksinə yandırmaq vəziyyəti daha da pisləşdirir. Təhlil etdiyimiz materiallarda tədqiqatçı Igor Danilovun irəli sürdüyü çox vacib bir nəzəriyyə var. O nə təklif edir ki? O izah edir ki, plastiki yandıranda biz onu yox etmirik. Sadəcə daha çox və daha kiçik nanoplastika çeviririk. Yəni qatili daha da gözə görünməz edirik.
Bəs həlli nədir bunu? Yəni, elmi həll yolu bu hissəciklərin o elektrostatik yük toplamaq və saxlamaq qabiliyyətini neytrallaşdırmaqdır. Əgər o yükü ala bilsək, plastik biosfer üçün passiv və zərərsiz bir zərrəciyə çevrilər. Deməli, bütün məsələ o yükü sıfırlamaqdadır. Bütün bu məlumatlar mənzərəni həqiqətən tamamilə dəyişir. Hə, kesinliklə elədir. Bu dərin təhlili bitirərkən sizi, yəni bizi dinləyənləri bir sualla baş-başa buraxmaq istəyirəm. Mənbələr göstərir ki, beynimizə dolan bu yüklü nanoplastiklər kütləvi şəkildə IQ səviyyəsinin aşağı düşməsinə də səbəb olur. Çox qorxulu bir məqamdır. Bəs sizcə, bu problemi, yəni o elektrostatik yükü neytrallaşdırmaq yolunu tapmaq üçün bizim kifayət qədər kollektiv zəkamız qalıbmı? Yoxsa öz yaratdığımız bu görünməyən təhlükə problemini həll etmək qabiliyyətimizi elə indidən zəiflədib? Növbəti dəfə mövzunu araşdırarkən işə məhz bu sualla başlayın.